Şamaxıda and içən erməni keşişin taktikası bu dəfə baş tutmadı. Bakı İrəvana ikinci şansı verməyəcək. Ermənistan rəsmiləri sülh sazişinin imzalanması ilə bağlı məsələ üzərində manipulyasiya edirlər. Onlar elə təəssürat yaradır ki, güya rəsmi İrəvan bütün şərtləri yerinə yetirir, təkliflərə razılıq verir. Ermənistan bununla beynəlxalq, o cümlədən yerli ictimai rəyi Azərbaycana qarşı formalaşdırmağa səy göstərir. Ermənistan prezidenti Vagn Xaçaturyan İrəvanda Almaniya prezidenti Frank-Walter Steinmeier ilə birgə mətbuat konfransı zamanı bildirib ki, ölkəsi Azərbaycanla sülh yaratmağa çalışır. Hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər. Onun iddiasına əsasən rəsmi İrəvan sülhün bərqərar olması məqsədi ilə var gücü ilə çalışır. Ermənistan prezidenti vurğulayıb ki, masada hazır sənəd var. Vagn Xaçaturyandan 10 gün öncə ölkənin Xarici İşlər naziri Ararat Mirzoyansa məntiqsiz və əsassız olaraq Azərbaycanı konstruktiv olmamaqda ittiham edib. Azərbaycana qarşı bir sıra cinayətlərdə təqsirli bilinənlərin sərbəst buraxılması, silahlara nəzarət edilməsini istəməklə saxtakarlığa yol verib. Ermənistan Azərbaycanda silahlanmaya nəzarət eləyəcək axırıncı ölkə ola bilər. Çünki bu ölkənin işğalçı və təcavüzkar adı üstündədir. Azərbaycanın şərtləri və istəkləri konkret, aydın, yerinə yetirilə bilən, məntiqli və əsaslıdır. Ermənistanın təcavüzkar konstitusiyasının dəyişdirilməsi, vətəndaşlıq hüququ zorla əlindən almış 300 minə yaxın Qərbi Azərbaycanlının tapdalanmış, pozulmuş hüququnun bərpası. Bu şərtlərin reallaşması üçün yeni konstitusiya ilə bağlı referendum, repatriasiya haqqında qanuna 300 min Azərbaycanlının vətəndaşlıq hüququnun təsbit edilməsi tərəflər arasında etimad mühitinin yaranmasına şərait yaradır. Ermənistan indiyə qədər vaxtilə işğal altında saxladığı torpaqlarda basdırdığı minaların xəritəsini Azərbaycana təqdim eləmək, habelə Zəngəzur yolunun açılması ilə bağlı məsələni uzatmaqla əldə edilən yazılı və şifahi razılaşmalara əməl eləməyib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə martın 31-i saat 17-dən aprelin 1-i saat 04:45-ə qədər Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazaq və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan fasilələrlə atəşə tutub. Sadaladıqlarımız günümüzün reallıqlarıdır. İrəli sürülən təklif və şərtlərə əməl eləməməsi, atəşkəsi pozması Ermənistana etibar edilməsini əngəlləyir. Tarix də bunu təsdiqləyir. Azərbaycan martın 31-də soyqırımı gününü qeyd edib. Bu, türklərə və dostlarına qarşı ermənilərin törətdiyi cinayətin ümumiləşdirilmiş tarixidir. Tarixdə ermənilərin törətdiyi vəhşilikləri təsəvvür eləmək üçün həmin dövrdə təkcə Şamaxıda törədilən soyqırımını yada salmaq kifayət eləyər. Şamaxıda böyük hörmət sahibi olan Axund Cəfərquluya verilən olmazın işgəncə ermənilərin törətdiyi vəhşiliklərə örnək sayıla bilər. Ermənilər ona Axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək saqqalının tüklərini yolmuş, dişlərini, gözlərini, qulaqlarını və burnunu kəsmiş, Axunda sığınmış saysız hesabsız qadın, uşaq və qocaları öldürüblər. Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olub. Ermənilər Axund Cəfərqulunun Şamaxıda nüfuzundan xəbərdar idi. Başqa sakinlərə görk olmaq üçün onu belə işgəncə ilə öldürüblər. Bu hadisədən əvvəl Axundla erməni keşişi müsəlmanlarla ermənilərin bir-birinə qarşı savaşmayacaqlarına dair and-aman eləyiblər. Həmin vaxt Axund Qurani-Kərimə, keşiş isə İncilə əl basaraq and içiblər. Ancaq ermənilər bu andı pozaraq Şamaxı sakinlərinə divan tutublar. Bu, erməni xislətidir. Ermənistan konstitusiyanın dəyişəcəyini vəd eləyir. Onun vədinə inanıb, sülh sazişini imzalamaq da olar. Ancaq bunlar İncilə əl basıb, Azərbaycanlıların başının altına yastıq qoyan, ayağının altına isə qumbara qoyandılar. Ona görə də rəsmi İrəvanla danışıqlarda şifahi razılaşma, sonra baxılar kimi ifadələr yetərli sayılmır. Çünki onlar bu etimadı Şamaxıda, Qarabağda, Qubada, Bakıda, Gəncədə, Sumqayıtda, Cənubi Azərbaycanda noyabrın 10-da imzalanmış 3 tərəfli bəyanatla yanaşı əldə edilən şifahi razılığa əməl eləməməklə çoxdan itiriblər. Bu kimi tarixi hadisələr ermənilərə inanmaq olmazı təsdiqləyir. Bunun əksini isə bu etnosun başçılarının, ideoloqlarının sübut eləməsinin zamanıdır. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.